sizlerle birlikte yine yazılı oyunlarla birlikte acil feleksiyonu var, imkan vermediler. Geçey. Ama təəssüflər olsun ki, AGF hesab açdı. Gol. 31-ci dəqiqədə təəssüflər olsun. Bu arada gol 31 dəqiqə 5 saniyədə gəlib. Bu 31 dəqiqə 5 saniyə olmamış qolu göstərir, nə olur? Evet, çok təəssüflər olsun. Burada qolu özlədiysən. Ugandalı futbolçu dedi. Bu nədir o? Piyasada elə baxayıblar, 23.6 milyon. Hazırlanırsan mı? Belki de hakim mənə saymayacaq bu oyunu, çünki belki şeydə də gəlməyib heç. Orada yox. Oyuna kilometrede olup olmadan ona bakırlar. Yok, gol qeydə alındı. Top 59% baxmayaraq ki, bizə aid deyil. Biz oyunu oynaya bilmirik qardaşlar. Biz o deyilik. Biz oyun oynaya bilmirik. Yani bu da kısa konkret bu kadar. Oyundan kənarıq biz. Evet, bu arada evet, YouTube'a gerek. Ne olur, okudum sen kimsin git. Hara kadar da gelir. Sabahın baş meclisine. Evet, sabahın baş meclisine deyir, düz deyir. Axı nə qədərdir yanın deyəm qardaşım. Əminin, dayının, nə bilim, nə oldu? Evet, ondan əvvəl 31-ci bölümü yükləyək. İzləyin. Ayından əvvəl 31-ci bölüm. Hər oynayalım onu dostlar, onu şey demə danışmıram. Əxavuzda 22-10'da. Gəzər bir insanın evində. Yox, bu zarafat idi. Xəzərti var. Böyle. Ne oldu? Tıkıdı. Ver lan, ver. Bu arada 45 artı bir oynananlara lazımdır. Abraham Apollon görüşündə neçə kartım gələcək? Baxaq. 3 kartım gələcək Abraham Apollon'a. برای اولین بار در ایران راه اندازی شد. ترانسفر فرودگاهی با خودروهای تمام برقی آودی. سفر در کلاس جهانی. فلای تودی. Bu arada AGF hesabı açılıyor. Şimdi 35. dakika tamamlanmak üzere. Apollon'un 45 artı 2'nin tamamlanmasıyla ilk yarını bitirir. Yine AGF hesabı oyunlar olarak. Yine AGF'nin eksik var.
Güveniyor olacaq sabah Akif Sabah 36-cı dəqiqədə tamamlanır artıq bu görüşdə. Hələ də yetinə bizim təhlükəmizə doğru gedəcəyik. Təəssüflər olsun Velkosimit Sarovaya görə təzələri bu arada. Bilirəm ki, bir daha səhvlik eləmək üçün ki, bu qırmızı alacağına işarətdir. Bu arada Puxatla hakimlə diləkçidir, sonra da Sarovaya qaldı deyə baxıram mən. AGF Sabah görüşündə 37 dəqiqə, 38 dəqiqə tamamlanmaq üzrə son 25 saniyədən sonra. AGF'nin yedeksini var ki Pokatilov topu tutur eşitine. Pokatilov. Bu arada Tony Smikes'e Sarova'ya gelip kazanır. Çok teessüfler olsun. Stas Pokatilov indi oynuyor. Stefan Sovyet aldı. Kahin Paris bakır. Kime otursun? Kime otursun? Ara pası gelir. Ara pası yok. Çetmedi Alex İsayev. İsayev bakır. Pukat oynadı. Pukat. Pukat sen Mikese. Velkosimit geldi. Pukat. İrfan Lepilisa. Pukat. Haydi Pukat. Keçsin. Boy verir sakın Pukat. Oy 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 bu neydi be? Bu neydi?
3'ten Zeynep Sabah'ın infosunda gelecek. Benim arkada. Hani buradan başka yerimiz yoktu. Az son yer burada. Göğe ne olacak? Kalırsa pozitif sol eş kaldı. Mikes. Başla sen. Oh, sana çıktı top. Ya. Çok güzel oldu ki topu kapıyla paralaya geçir. Of, yoksa az kala ikinci golda görəcəyik qapıda. Dart ki. Bu arada ilk yarıda biz de bitirəcəyik. Çünki mən şərtli olacağım AGF Sabah görüşündən sonra. Sen çok kapriz ediyorsun. Orada. AGF Sabah görüşündə 44 dəqiqə tamamlanmaq üzrədir. Şəhidlər ölməz, vətən bölünməz şuaları. Bütün Avropa turnirlərində, bütün turnirlərimizdə bəli, hər dəfə 44 dəqiqə tamamlananda şəhidlər ölməz, vətən bölünməz deyirik. Daha bir qədər pozuntusu var. AGF futbolçusu yenə can çəkiliyə də qalıb. Bu səfər İvan Lepinitsa idi bu qayda pozuntusu eləyən külək. Hakim nə deyir İvan Lepinitsaya? Maraqlıdır. Bəli, Nitsə qartım gələcək. Baxacaq ona. Buna tutmanla azı 3 dəqiqə qartım gələcək. 3 dəqiqə. Mən də artıq sabah dəyişiklik eləməlidir. Mikes'dən Simici oyundan almalıdır. Onların yerində Rodrigo Fernandes, Patrick Mbina'nı oynatılmalıdır. Və Xaybullayev. Görək. Bu arada bir dəqiqə gəlir vaxt. AGF Sabahda